çay yatağı boyunca birbirinden güzel bak belə yerler var. Sanki küçük bir gölü de var. Bu hissədə demək olar ki, tamamilə daşdan ibarət bir kanal var. Tamamilə qayalıqdan ibarətdir. Bəlkə də min illərin, milyon illərin təbii bir qayalığıdır. İnanın, çox möcüzəvi bir yerdir. Çox əvəzsiz bir yerdir. Təxminən 100 metr boyunda belə bir gözəllik var.